Herkese salam, gününüz uğurlu olsun. Bugün çok lezzetli, hem sərfəli, hem de çok dadlı kotlet hazırladım. İndi keçək hazırlanmasına. Kotlet üçün döş əti, kök, kartof, soğan, bir diş sarımsaq, azca nanə qurusu, duz, istiyot, bir yumurta, çörəkdən istifadə etdim. Bütün ərzaqları ət maşınından keçirdikdən sonra üzərinə yumurta və ədviyyatları əlavə etdim və yaxşı yoğurmağa başladım. Tavaya duru yağ əlavə edib, yağım yaxşıca qızdıqdan sonra kotletlərimi qızartmağa başladım. Yanına daha da doyumlu olsun deyə püre etmək qərarına gəldim. Və kotletlərim hazırdır. Kartof da bişdi. Suyunu süzüb, əzdim və ədviyyatlar, yağ əlavə etdim. Və yeməyim hazırdır. Hazırlayacaq olan hər kəsə nuş olsun. Bu da sizə bir fikir olsun. Kanalıma abunə olmağı, videomu bəyənməyi və rəy bölümündə fikirlərinizi yazmağı unutmayın. Sağ olun, salamat qalın.